Başa düşürəm ki, bu nə qədər də danılsa da, bu faktı nə qədər müzakirədən qaçırılsa da bu faktda, biz bilirik ki, kişi xəyanətini nə qədər də tənbihləsək, nə qədər də desək ki, pisdir, nə qədər də bunu çıxış eləsək ki, eləməyin, amma bilirsən ki, dünya kişi xəyanətini demək olar ki, normallaşdırıb. Tamam, yəni kişi xəyanət eləyəndə bizim belə deyək də, ümumiyyətlə bu dünyada analarımız nə deyir, bizim nənələrimiz nə deyir, kişidir qayıdacaq evinə, kişi üçün o heç nədir deyirlər. Bunun mövzusunu, bu sualı kişidən soruşacağam efirimdə növbəti qonaqdan, amma bir qadından soruşmaq istəyirəm ki, bəs qadın niyə xəyanət eləyir axı? Axı qadın yuvasını qorumalıdır, axı qadın uşağını qorumalıdır, axı qadın evə sahib çıxmalıdır, axı qadın kişini evə bağlamalıdır. Qadın niyə xəyanət eləyir? Əslində qadınların da xəyanəti o zaman zamanı artıq dəyişildiyi üçün çox vaxtı qadınlar istəyini, həyat yoldaşında istədiyini görməməyin bir səbəbidir. Yəni necə vurğulayım? Yəni bəzən kişilər qadına qadın kimi davranmırlar, qadın kimi yanaşmırlar. Nə demək istəyirsən? Bu cümlən nə deməkdir? Çünki mən görürəm ki, nəsə demək istəyirsən, bunu açıq şəkildə cavab verərdim. Bax, kişilərin xəyanətini müzakirə eləmək, bu pisdir, bu tənqiddir. Qadınların xəyanətini heç müzakirə eləməyə də dəyməz, çünki olmamalıdır. Qadın, xanımlıq, analıq bir başqadır. Amma var yenə də elə qadınlar ki, xəyanət eləyirlər. Qadın niyə xəyanət eləyir? Mən elə düşünürəm ki, məsələn, fiziksel yaxınlıq, məsələn, kişinin qadına vermədiyi bir fiziki yaxınlıq və yaxud da onun qadının gözləntilərin əldə etmədiyi bir münasibət. Bunu fiziksel yaxınlığa dair etdin. Yəni ki, kişi qadınına yetərincə nəvaziş və yaxınlıq və diqqət göstərmir. Bunu daha açıq formatda necə deyərdin? Açıq. Bunu izləyən qadınlar da var ki, biz bəziləri heç anlamayacaq ki, nə hansı fiziksel yaxınlıq. Çünki elə yaxınlıq var ki, əlindən öpür, deyir, xanım, sən mənim ürəyimsən. Biri də var, ailələrdə yaxınlıq mövzusu var. O mövzudan mı bəhs edirik bu dəqiq? Bəli, mən o mövzudan bəhs edirəm və deyirəm ki, məsələn, çox sayda qadınlar var ki, hal-hazırda real bir keyslərdən danışıram ki, məsələn, qadınlar deyir ki, bəli, mənim həyat yoldaşım məni düzgün mənimlə davranmır o yaxınlıqda, həmin o biz vurğuladığımız yaxınlıqda, bildiniz, yəqin ki, Nigar xanım hansı yaxınlıqda deyirəm. Məsələn, məni gözləmir, məni düşünmür, yalnız özün düşünür. O da bir səbəb olur. Çox yox, amma çox az bir faizdə də qadınlar var ki, ümumiyyətlə özləri elə bir testosteron çoxdur sanki onlarda və onlar özləri istəyir xəyanət eləmək. Yəni mən demirəm ki, o normal bir şeydir. Kişi gedir kənarda xəyanət eləyir, lakin evinə gəlir və evindəki xanımı təmin eləmir. Bəli, bəli. Budur. Və bir çox keyslərində də bunu görürsən ki, bir çox boşanmaların... Öz ifadələrində bəli bildirirlər ki, məsələn, mənim yoldaşım mənim yaxınlığımda mənə istədiyimi vermir. Və qadını elə bil ki, yarım buraxır. Yarım buraxır və qadın özü, yəni öz ifadələrindən bunu vurğulayıram ki, məsələn, deyirlər ki, müəyyən bir problemlərim olur sonra